Parapsixologiya dinlə heç bir belə deyək ki, ziddiyyət yoxdur. Sırf əksinə parapsixologiya elmi insanın ruh və onun ətrafında görünənləri məqsədi, parapsixologiyasının əsas məqsədi nədir? İnsanın Allaha bağlanmaqdır. Bəqərə surəsində Allah bizə nə buyurur? Sizin ipiniz Allahın ipinə bağlansa, o ip heç vaxt qırılmaz. Və parapsixologiyanın da məqsədi insanları dinə bağlamaqdır, Allaha bağlamaqdır ki, insan özünü dərk etməlidir və insan doğuluşunun məqsədi bura yeyib-içib nəsil törətmək yox. İnsan doğuluşunun məqsədi ruhun oyanışıdır, aydınlanmadır və burada əsas məsələ birdir. Bütün parapsixologiyanın, o cümlədən də dini məqsədi insanları qəflət yuxusundan oyatmaqdır. Biz də o işlə məşğuluq. Bütün dünyada bu belədir. Sizdən başqa da dünyada parapsixologiya elmi ilə məşğul olan insanlar var. Yoxsa hər kəs elə bu cür düşünür, belə bir qaydadır? Yox, fikirlər ayrılır. Çünki mən yoga mütəxəssisi olduğuma görə parapsixologiyanın bəzi şeyləri var, onları demək olar ki, qəti qəbul edəmirəm. Çünki astrologiyadır, xiromantiyadır, əl cizgiləridir, falçılıqdır, qoroskopdur. Bunlar hamısı insanları cəhalətə alladır. Onlar insanları aldatmaq əməldir, cadudur. Bu insanları aldatmaqla məşğuldurlar. Ona görə parapsixologiyanın bəzi demək olar ki 60-70%-ni mən qəbul eləmirəm. Çünki hər bir insan biz insanları qəflət yuxusundan oyatmalıyıq. Biz insanları cəhalətə aparmamalıyıq.